Tovuzda gənc oğlanın çayda batdığı ehtimal olunur. 22 yaşlı Ağdam rayon sakini İlham Şirinov Bakıdan Tovuz rayonunun Dondarquşçu kəndinə qohumlarına qonaq gəlib. Çay kənarında gəzintiyə çıxan gənc ayağı sürüşərək suya düşüb. Hadisədən sonra ondan xəbər tutulmayıb. Heç nə suyun qırağına baxmağa düşüblər, seyr eləməyə, gəzməyə. Elə yağın suya salanda suyu aparıb. Harda düşüb Askənd ərazisində? Dondarquşçu ərazisindən. Çay ərazisindən düşüb? Bəli, çay ərazisindən. Neçə yaşı var idi ümumiyyətlə? Ula deyilənə görə 22-23 yaşı var. Yəni çimmək məqsədlə düşüb? Yox. Sadəcə şəhər uşağı elə belə baxıb gəzmək üçün. Suya seyr eləmək üçün. Çayda da su çox gəlir. Su çox gəlir, bəli, çox gəlir. Ayağını elə suya qoyan kimi ayağından yuyub aparır. Yəni batdığı ehtimal olunursa hal-hazırda? Dəqiq məlum deyil, axtarırıq. Bilinmir hələ. Təxminən nə qədər vaxt hal-hazırda? Yollar saat yarım, 2 saata yaxın. Son günlər intensiv yağan yağışlar Tovuz çayında suyun səviyyəsini və axar sürətini artırıb. Batdığı ehtimal olunan 22 yaşlı gəncin axtarışlarına Tovuz çayı boyunca kiçik həcmli gəmilərə nəzarət, sularda xilas etmə dövlət xidmətinin bir qrup dalğıcı da cəlb olunub. Onlar həm vizual, həm də xüsusi texniki vasitələrin tətbiqi ilə çay boyunca gəncin axtarışlarını davam etdirirlər. Gəncin batdığı ehtimal olunan əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Faktın təfərrüatları rayon prokurorluğunda araşdırılır. Cümşüd Məmmədov, Ruzanna Kərimli, Xəzər xəbər.